Təcrübə tələb olmayan iş var yoldaşlar. Mən sizə təcrübəsizlər üçün olan işlərdən bəhs etmək istəyirəm. Digər bir ifadə ilə az şərtli işlərdən bəhs etmək istəyirəm. Az şərtli işlər nə deməkdir? Yəni sizin qarşınıza çox şərt qoymur. Demir məsəl üçün sizdə filan özəllik olsun, filan özəllik olsun, filan özəllik olsun. Çoxlu sayda özəlliklər tələbləri olmur adətən bu işlər. Və ortaq özəlliklərindən biri də bundan ibarət ola bilər ki, təcrübə tələb eləmirlər. Və bu işlər elə işlər deyil ki, yəni məsəl üçün fəhlə tipli işlər deyil. Yəni orta səviyyəli işlərdir. Yəni bildiyiniz kimi fəhlədə nə tələb olunur? Yaş qoyurlar, bir də fiziki gücünüz olsun istəyirlər. Yəni bu o tipli işlərdən deyil. Məsəl üçün bunların arasında yazı pozu işi var, digər işlər var, ofis meneceri işləri var və s. Belə çoxlu sayda işlərdən bəhs etmək istəyirəm. Məsəl üçün təyyarə bələdçisi işi var. Hansı ki, demək olar ciddi şərti yoxdur. Ondan sonra onlayn satış üzrə köməkçi işi var. Müştəri əlaqələri üzrə işi var. Bank işi var. Reception işi var. Keyfiyyətə nəzarət üzrə işçiyə ehtiyac var. Direktor assistent işi var. Koordinator işi var və s. Bu işlərin özəlliyi ondan ibarətdir ki, kiminsə təcrübəsi yoxdur və misal üçün gəlin elə sizə gəlin bir misal üzərindən təyyarə bələdçisi üzrə verim, siz anlayın. Qeyd edim ki, burada bir təxminən bəlkə də 15-ə yaxın, gəlin sizə tam dəqiq deyim, 14 dənə vakansiyadan bu tipli bəhs etmək istəyirəm. İlk öncə gəlin təyyarə bələdçisi işindən bəhs edeyim. Onda anlaya biləcəksiniz ki, düşünürəm ki, anlaya biləcəksiniz ki, az şərtli iş dedikdə nə nəzərdə tutulur. Misal üçün, bu təyyarə bələdçisi işindən sizdən tələb olunur ki, 20-35 yaşlı bir şəxs olun. Fərq eləmir, xanımsız ya kişi. Və xanımsızsa da boy olaraq fərq eləyir ki, boy olaraq ən azı 160 sm olsun xanımlar, kişilərsə 170 sm olsun. Və heç olmasa tam orta təhsil olsun. Yəni fikir versəsə sizdən ali təhsil tələb eləmir. Deyir, yəni tam orta təhsillisinizsə buyurun. Və bir də burada əsas tələbləri nədir? Ən azı orta səviyyədə ingilis dilini bilin. Və bu fikirlərinizi sərbəst ifadə etmə bacarığınız olsun. Burada başqa ciddi bir şərti yoxdur. Bəli, var misal üçün, müştəri yönümlü xidmət mədəniyyətiniz olsun, yüksək ünsiyyət və komanda işi bacarığı. Yəni burada saysaq heç bəlkə də 2 dənə əsas özəllik var. Bir ingilis dilinin ən az orta səviyyə, bir də ən az bayaqları bildirdiyim o bacarıqdır. Hansı ki, müştəri yönümlü xidmət mədəniyyəti, yüksək ünsiyyət və komanda işi bacarığıdır. Stresli davamlı və problemləri operativ həll etmə bacarığınız varsa, azalın, bu təyyarə bələdçisi vakansiyasına müraciət edə bilərsiniz yoldaşlar. Fikir verdiniz, demək olar heç nə tələb eləmir, az şərtli işdir. Sonra mən sizə misal üçün gəlin bank işindən də bəhs etmək istəyirəm. Misal üçün, bu bank işindən bəhs edeyim sizə. Bu bank işi, yoldaşlar, bu bank işi Express Bankdadır. Express Bankdadır. Özdə Bakının filialları üzrədir. Burada misal üçün tələb olunur ali təhsil, komandada işləmə bacarığınız, ofis proqramlarını bilmək və s. Demək olar, yəni heç nə tələb olunmadı da sizdən. Nə tələb olundu? Ofis proqramlarını, kompüterdə ofis proqramlarını bilirsinizsə, Microsoft Office, Word, Excel falan. Vəssalam. Müraciət edə bilərsiniz. Özü bir neçə filialında da var. Fikir versinizsə, Bakı filialları üçün lazımdır. Gəlin, mən sizə başqa işdən də bəhs edə bilərəm. Misal üçün, müştəri xidmətləri üzrə operator işi də var. Müştəri xidmətləri üzrə operator işi var. Vergi üzrədir. Bunun şərti budur ki, mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsiliniz olsun. Ofis proqramını bilin, xüsusilə də Excel üzrə biliyiniz olsun. 500-600 manatlıq bir işdir. O digər işlər var, hansı ki, mən bildirmədim onlarda əmək haqqını. Bu deməkdir ki, yoldaşlar, bu artıq danışıqlar əsasında baş verir. Yəni, müsahibə zamanı artıq öyrənə bilərsiniz, əmək haqqı nə qədər təklif oluna bilərsinizsə. Misal üçün, Kontoxomda da iş var. Onlayn satış üzrə köməkçi işi var. Kontoxomda. Bu da sizdən məhsul modellərini tanımaq və çeşidləri ayırt etmək bacarığı tələb edir. Əsas tələbi, yoldaşlar, budur.
Əsas tələblərindən biri odur. Sonra, məsəl üçün, müştəri əlaqələri üzrə təcrübəçi işi də var. Amma burada, məsəl üçün, əsas şərt başqadır. Rus dilini bilmək tələb olunur, yoldaşlar. Rus dilini bilmək tələb olunur. Bu, M10-da olmalıdır. Bəli, M10-dadır bu. Müştəri əlaqələri üzrə təcrübəçi işidir. Tələblərindən biri budur ki, ali təhsilli olun, müştəri yönümlü yanaşmanız olsun, rus dilini yaxşı səviyyədə bilin və effektiv ünsiyyət qurma bacarığınız olsun. Varsa bu özellikləriniz, bu işə müraciət etməyi düşünə bilərsiniz. Sonra keyfiyyətə nəzarət işçisi var. Baxın, yoldaşlar, bu da hər zaman belə vakansiya olmur. Bu da perspektivli bir sahədir. Bura müraciət edə bilərsiniz. Təcrübəniz olmasa da məşhur bir şirkətdədir, Mr. Fix-dədir, Kartajdadır. Tələbi nədir? Ali təhsilli olsun, kimya, kimya mühəndisliyi, material şünaslıq və ya oxşar sahələr üzrə. Ofis proqramlarında işləmə bacarığınız olsun, kişi olun, bəy namizəd olun, hərbi xidməti keçmiş olun. Sumqayıtdadır bu. Bundan əlavə mən sizə hansı vakansiyanı bildirə bilərəm? Məsələn, Paşa şirkətində də var iş. Korporativ hüquq şöbəsində işçiyə ehtiyac var. Təcrübəçiyə ehtiyac var. Misal üçün, nə tələb olunur sizdən? Tələblərdən biri budur ki, yoldaşlar, siz ofis proqramlarını yaxşı səviyyədə bilin və ali təhsilli biri olun. Tələb olunmur ki, mütləq şəkildə hüquq üzrə təhsil, ali təhsil olan ilə xeyr. Və təcrübə də tələb olunmur. Belə bir iş fürsəti də var Paşa Life-da, yoldaşlar. Hüquq, müştəri əməliyyatları və sığorta hadisələri departamentinə lazımdır. Korporativ hüquq şöbəsinə. Sonra direktor assistenti vakansiyasından da bəhs etmək istəyirəm mən sizə. Ümumiyyətlə, direktor assistenti işləri çox olur. Amma onlardan nisbətən yüngül olanı, yəni az şərtli olanından biri məhz budur. Ondan bəhs etmək istəyirəm. Misal üçün, bunun şərti budur ki, yoldaşlar, World Metal Industry-dədir bu arada. Əsas məsələ budur ki, siz xanım olun, məsuliyyətli və ünsiyyətçil bir xanım olun, ali təhsil olun və sənədlərlə işləmə bacarığınız olsun. Əsas tələblərindən bir neçəsi buydu. Bundan əlavə mən sizə təhsil və təlim üzrə koordinator işindən də bəhs etmək istəyirəm. Daha sonra onlayn olan işlər də var bu sferaya aid, hansı ki, az şərtlidir. Onlardan da bəhs etmək istəyirəm. Misal üçün, bu təhsil və təlim üzrə koordinator işi hardadır? Bu yoldaşlar, deməli, Sofconsdadır, Caspian Plazadadır. Tam ştat bir işdir. Əsas tələblərindən bir neçəsindən bəhs etmək istəyirəm. Ali təhsilli olun. Ünsiyyət bacarığınız olsun. Ofis proqramlarında işləmə bacarığınız olsun. Eyni vaxtda bir neçə işi planlaşdırmaq və icra etmə bacarığınız olsun. Yəni, bu işdə, misal üçün, insanlarla işləmək bacarığı tələb olunur. Yəni, işgüzar olmalısınız, belə desək. Sonra, mən sizə reception, ofis meneceri, daha sonra onlayn işdən bəhs etmək istəyirəm. Hansı ki, onlarda da az şərtli işlər kateqoriyasına aiddir. Misal üçün, gəlin ilk öncə Padel Club'da olan reception işindən bəhs edim. Allah qoysa. Deməli, bu iş yoldaşlar, rus dili tələb olunur sizdən. Ən azı 20 yaşınız olmalıdır. Yəni, cins mövzusu yoxdur. Yəni, kişi, xanım, hər kəs müraciət edə bilər. 2 növbəli işdir. 700 manat net əmək haqqı verir. Üstəgəl də bonusları var, yoldaşlar. Rus və Azərbaycan dilini mütləq şəkildə bilməlisiniz. Bu nə vakansiyası idi? Reception işi idi, yoldaşlar. Bəs biri də var idi, ofis meneceri. Bu isə Af Business House-dadır. Reception işidir bu da. Reception işidir. Ofis meneceri işidir. Bu vakansiyanın şərti nədir? Bu isə biznes mərkəzində yerləşir. Müsahibə əsasında müəyyən edilir əmək haqqı.
Xanım olun, 19-25 yaşlı olun. Ali təhsilli olun, ofis proqramlarında işləmə bacarığınız olsun və səliqəli xarici görünüşünüz olsun. Onlayn işdən bəhs etmək gərəkirsə, ümumiyyətlə onlayn iş 3 dənə vakansiya olmalıdır. Amma məhz az-şərtli iş olaraq onlardan biri bu vakansiyaya uyğundur. Misal üçün, çağrı mərkəzi operatoru işi var, uzaqdan idarə olunan, amma yaxşı səviyyədə, super səviyyədə ingilis dilini bilməlisiniz yoldaşlar. Bilirsinizsə əgər onu, yəni C1, C2 səviyyəsində danışmaq və dinləmək bacarığınız varsa, buyurun, meydan sizindir. Və qeyd edim ki, Excel səviyyəsində də basic, təməl olaraq bacarıqlar tələb olunur ki, yəni onu da düşünürəm ki, öyrənmək və yaxud da əksəriyyətiniz bilə bilərsiniz. Və əsas məsələ yüksək səviyyədə internetiniz olsun. Bu tipli amillərə diqqət etməlisiniz. Burada isə əmək haqqı fərqlidir yoldaşlar. 800 manatlıq olan variantı da var. Bu qrafikdən asılı olan məsələdir yoldaşlar. Burada yəni bir neçə qrafik var. Belə bir səviyyədə var. Yəni ən azı C1 səviyyəsində həqiqətən də bilməlisiniz ki, bu işə müraciət edə bilərsiniz. Fusion Cloud-dadır bu iş. Bundan əlavə mən sizə başqa bir neçə işdən də bəhs etmək istəyirəm. Gəlin vaxt itirmədən onlardan da bəhs edeyim sizə. 2 dənə iş qalıbdır bu kateqoriyaya aid. Onlardan da bəhs etmək istəyirəm sizə. Misal üçün, az-şərtli işlərdən biri Unibankdadır yoldaşlar. Unibankda fondlarla iş üzrə təcrübəçiyə ehtiyac var. Kim olmalısınız? Ali təhsilli olmalısınız. Orta səviyyədə kompüter bilikləriniz olmalıdır. Word, Excel və digər ofis proqramlarla. Digər müştəri xidmətləri üzrə işçiyə, filial mütəxəssisinə harda ehtiyac var? Bu Leo Bankda var yoldaşlar. Ən az orta ixtisas təhsiliniz olmalıdır. Punktual bir olmalısınız. Diqqət eləyin, fikrinizi dəqiq, dolğun və əminliklə təqdim etmək bacarığınız olmalıdır və məsuliyyətli olmalısınız. Varsa belə bir özəlliyiniz, Leo Banka CV-nizi göndərə bilərsiniz elektron poçtlarına. Bir sözlə, vakansiyalar bunlardan ibarət idi. Mən sizə bir qismini hələ bildirdim. Təxminən 14 dənə vakansiya bildirmiş olmalıyam. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmaqda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunub. Siz bu videonu harda görürsünüzsə, orada kanala diqqət eləsəniz, kanala daxil olun, doğru yazılı kanal. Burada diqqət eləsəniz, əlaqə vasitəsini görmək mümkün ola bilər. Görməsəniz də, bacarmasanız da onu görmək, o zaman rəy yaza bilərsiniz, şərh yaza bilərsiniz. O cür soruşa bilərsiniz.